Məncə artıq bu bronzeri istifadə etməyən bir dənə mən qalmışam. Hər kəsin ağız dolusu danışdı. 30 və 20 nömrəli tonlar. Biraz açıqdır. 30 nömrə isə biraz daha tündür. Ancaq ikisini də indi yoxlayacağam. Notun parlaq bazasından istifadə edəcəm. Bazadan da çox belə tint kimi gedir. Biraz çox oldu. Bir bronz dəriyə əla oturur. Baxın, sadəcə o tintdən istifadə etdim. Artıq üzün parlaqlığını görürsünüz. Deyirlər ki, Narsın bu bronzerına çox bənzəyir. Məndə bol-bol məhsuldur. Biraz hətta toxundurmaq bəs edir. Bir də gözümün üzərinə də keçirəm yuxarıya doğru. Bronzerin varlığını mən demişdim. Günəşin dəydiyi və qaraltdığı yerlər, bronzlaşdırdığı yerlərə bronzer tətbiq olunmalıdır. Baxın. Belə bir ton verdi. Geldiyi qədər məncə bu məhsul bitməz. Çox bol məhsuldur. Hətta cüzi istifadədə bu effekti verir. Bir ton açıqdır. Təkcə bronzera aid deyil. İstənilən məhsulu ilk olaraq üzünüzə tətbiq etməyin. Tam belə ilk üzünüzə tətbiq etdikdə bu formada ləkə kimi olacaq. Ona görə çalışaq birinci əlimizdə məhsulu yayaq, daha sonra üzümüzə tətbiq edək. Düşünürəm ki, bu rəng daha çox üzüm tonuna uyğun gəldi. Bu biraz tünd qaldı, ancaq çəhrayılıq qatırıq. Belə bir ton çıxır ortaya. Tək bronzerda istifadə etdikdə çox qəşəng rəngləri var. Son olaraq belə bir tonu ortaya çıxdı. Düşünürəm ki, bu rəng tonu mənim üzümə yaraşdı. Bu yay aylarında, bu isə indiki vaxtda istifadə etmək üçün əla bir rəng tonudur. Bunu daha çox bəyəndim. Yan olduqda rəng tonlarını daha rahat görmək olur. Bunu da vurduq bəsdir. Parıltı olmadan olmaz.